True-false sualımızda birinci cümləyə nəzər yetirək. Birinci cümlədə yazılıb ki, deməli, həmin bu canavar haqqında ilk dəfə bir self-biografer tərəfindən qeyd olunub. Nə zaman? 6-cı əsrin 60-cı illərin ortası. 6-cı əsrin 60-cı illərin ortası. Yəni 565. Var mı mətndə? Bəli, tamamilə doğrudur. Onda bir olacaq true. İkincisində, ondan bəri çoxlu şəkilləri çəkilibdir. Hər biri də aydındır şəkillərin. İndi mətnə nəzər yetirək. Baxın, yazıb ki, ondan bəri çoxlu şəkilləri çəkilibdir, but none of them have been clear. Amma heç biri aydın deyil. Bu deməli olacaq false. Üçüncüsündə, deməli, Şotland ovalıqlarında, deməli, həmin bu trup qoşunlardan və zabitlərdən savayı çox az adam Şotland dağlarına səyahət edirdi dəmir yolu inkişafına qədərki vaxtda. Burada demək olar ki, eyni cümlə yazılıbdır. Baxın, bu until-dan başlayan cümlə. Dəmir yolu əsrinə qədər çox az adam Şotland ovalıqlarına gedirdi. Deməli, kimlər istisna olaraq? Əsgərlər və zabitlər istisna olaraq. Deməli, bu tamamilə doğrudur. Dördüncü sualda isə Şotlandiyanın şimalı deməli, rütubətli, dəmp rütubətli, chill soyuqdur və insanlardan daha çox qoyunlar üçün bir evdir. Deməli, baxaq, burada yazıbdır Şotlandiyanın şimalı, deməli, wet soyuq, nəm, cold soyuq. Deməli, doğrudur və burada daha çox, deməli, insanlardan daha çox qoyunlar məskunlaşıb. Deməli, tamamilə olacaq doğru. 1, 3, 4 doğru olacaq, 2 isə false.